Salam, hər vaxtınız xeyir olsun, əziz bizim sədaqçılar. Xoş gördük sizləri. Əgər bu saatda ekran qarşısında əyləşib, səbirsizliklə təqdim edəcəyimiz sujetləri gözləyirsinizsə, nə xoş bizlərə. Buna görə sizə ürəkdən təşəkkür edib, keçid alıram sıradakı sujetlərə. Əsəbdən, stressdən uzaqlaşmağın ən yaxşı yollarından biri də təbiətin qoynuna, yaxud da dəniz kənarına səyahət etməkdir. Ləfələri seyr etmək, ümmanın sükutu içərisində qəlbinin səsini dinləmək müqayisə olunmaz isti. Əsrlər öncə insanlar dənizin altında yaşayan misilsiz gözəllikdə qızların, yəni su pərilərinin varlığına inanardılar. Əfsanələrə görə onların özləri qədər səsləri də füsunkar idi. Dənizdən səfərdən dönməyən dənizçilərin də məhz bu gözəlliyə əsir düşdükləri ehtimal olunardı. Belə əfsanələr qadın gözəlliyinin çox böyük qüvvəyə malik olduğunu bir daha sübut edir. Gözəllikdən, zəriflikdən söz düşmüşkən, bugün də Beynəlxalq Qızlar Günüdür. Bugünün 8 mart Beynəlxalq Qadınlar Günündən nə kimi fərqi var deyə bilmərəm. Ancaq mənə elə gəlir ki, xanımlar üçün ildə nəinki 2 dəfə, hətta 10 dəfə də bayram olsa azdır. Nədir əziz kişilər, yoxsa düz demədim? Bu günləri Qızlar Günüdür, nə edək bu günləri? İstirahət edək, əyləncəli yerlərə gedək. Bugün ancaq gəzək, bizim günümüzdür bugün. Vaxtımızı özümüzə sərf edək, gözəl yerlərə gedək. Bəli, bugün Beynəlxalq Qızlar Günüdür, hər bir qızı bir-bir təbrik edirik. BMT Baş Assambleyasının 11 oktyabr tarixli qərarı ilə bugün hər il Beynəlxalq Qızlar Günü qeyd olunur. Günün keçirilməsində əsas məqsəd isə diqqəti qızların hüquqlarının müdafiəsinə yönəltməkdir. Qızların hüquqları qorunur, çox yaxşı gündür, çox gözəl gündür. Təbrik edirəm bütün qızları. Qızların hüquqlarının qorunması çox vacibdir. Gələcək analarımızın günüdür, qızların günüdür. Bu günü çox gözəl qeyd etmək lazımdır. Hüquqlarımız qorunmalıdır. Beynəlxalq Qızlar Günüdür, 11 oktyabr. Bax, qızlara buradan nə sözün var bu gün münasibətlə? Əvvəla sizi də olmaqla hamını təbrik edirəm bütün qızları. Bir də sözüm odur ki, bəzi qızlar var ki, təhsildən uzaqlar, amma onları ən yaxşı, ən söz var idi, ən yaxşı cehiz diplomdur. Qızları təbrik eləmək istəyirəm, yəni 11 oktyabr onların bayramıdır. Mənə görə məsələn qızlar olmadan həyat olmaz. BMT yaxşı qərar qəbul edibdir. Qadınları qorumaq bizim borcumuzdur. Zorakılığa məruz qalan qızlar var, təhsildən yayılan qızlar var. Bəli, dünyada gender bərabərsizliyindən, qadın zorakılığından, hüquq pozuntusundan əziyyət çəkən milyonlarla qadın var. Bu il 70 illiyini qeyd edən BMT-nin fəaliyyəti dövründə qadınlara ayrılan bu diqqəti onun uğurlu addımlarından hesab etmək olar. 2012-ci ildən qeyd olunan Beynəlxalq Qızlar Gününün əsas şüarlarından biri də onların təhsilə cəlb olunmalarıdır. Qız uşaqlarının təhsildəki problemlərinin həllinin yeni yollarını tapmaq, onların ehtiyac və bacarıqlarını nəzərə almaq, sosial problemlər, tərbiyə və maariflənmə məsələləri də bugün diqqət yönəldilən əsas məsələlərdəndir. Gənc qızların təhsildən yayındırılması və valideynlər tərəfindən tez bazar onların 15, 16, 17 yaşına ərə verilməsi problemləri var və bu gün, yəni 11 oktyabr Beynəlxalq Qızlar Günü bizə imkan yaradır ki, bu problemləri biz aktuallaşdıraq, bu problemləri cəmiyyətin qarşısında qaldıraq və əlaqədar orqanlar, ictimai qurumlar, intellektuallar, ziyalılarımız, o cümləndə kütləvi informasiya vasitələri və televiziya vasitəsilə xalqımıza mesaj verək ki, gənc qızların hüquqlarını biz tanımalıyıq və onların inkişafı, onların təhsili, onların karyera etməsinə çalışmaq lazımdır. Bir sıra ölkələrdə qız uşaqlarının inkişafı üçün lazım olan şərait hələ də yaradılmayıb. Beynəlxalq Qızlar Günü qız uşaqlarına səlahiyyət verilməsi, onların haqlarının təmin olunması və zorakılıq hallarına qarşı mübarizənin bəşəriyyət üçün vacib amil olmasını bir daha gündəmə gətirir. Bugün ölkəmizdə erkən nikah, qız uşaqlarından imtina və bu kimi problemlər olsa da, ictimai həyatda uğur qazanan xanımlarımız da kifayət qədərdir. Qızların sayı çoxalıbdır həmin dövlət qurumlarında təmsilçiliyi. Nəinki qızların, ümumiyyətlə qadınların rolu Azərbaycanda ildən ilə çox olur. Cənab Prezidentin bilirsiniz ki, sonuncu sərəncamlarına əsasən bir qadın yerli icra hakimiyyətinin rəhbəri təyin edildi. İl ərzində 27 qadından yerli icra hakimiyyətlərdə müavinlər səviyyəsində bugün 78 nəfər artıq qadın müavin var. 12 mindən çox Azərbaycanda elmi sahədə fəaliyyət göstərən qadınlar var. Xəritədə göy rənglə işarələnən ərazi qızların oğlanlara nisbətən çox olduğu ərazidir.
Qırmızı rənglə işarələnən ərazi isə kişilərin qadınlara nisbətən çox olduğu ölkələrdir. Buradan da görünür ki, dünyada qadınların sayı kişilərə nisbətən çoxdur. Yer kürəsinin 52%-ni qadınlar, 48%-ni isə kişilər təşkil edir. Son statistik məlumatlara görə isə ölkəmizin əhalisinin ümumi sayının 50,2%-ni və ya 4 milyon 820,2 min nəfərini qadınlar təşkil edir. Sonda biz də bütün qızlarımızı bugün münasibəti ilə təbrik edirik. Ümid edirik ki, illər ötdükcə dünyanın hər yerində qadınların hüquqlarına hörmətlə yanaşılacaq və bugün yalnız rəmzi məna daşıyacaq. Azərbaycan xanımları isə hər zaman öz gözəlliyi, tərbiyəsi, əxlaqı, savadı ilə seçilib və seçiləcəklər. Çalışaq Azərbaycan xanımı ifadəsinə hər zaman layiq olaq. Elmira Manaflı, Rahim Mustafayev, Lidzar TV. Təbii ki, zövqlər kimi düşüncələr də müxtəlifdir. Hər kəs həyat tərzini və yaşam biçimini öz istəyinə uyğun qurur, yaradır. Elə istirahət də insanın fərdi və şəxsi qərarları siyasına daxildir. Yorucu iş günündən sonra dostlarla görüşmək üçün kimisi sakit və rahat şərait seçir, kimisi də səsküylü və dinamik məkana üstünlük verir. Əməkdaşımız Vüqar kimi. Bəli, əksəriyyətinizin sakit insan kimi tanıdığı bu Vüqarda heç bilirsiniz nələr var? Danışsam, dastan olar. Elə sıradakı sujetin müəllifi də o özüdür. Bir yerdə qərar tuta bilməyən Vüqar indi də musiqi bəstələmə eşqinə düşüb. Elə buna görə harda bir mahnı ifa olunsa, konsert keçirilsə, Vüqarı yalnız oradan tapmaq olar. Elə sıradakı sujet də buna əyani sübutdur. Buyurun, baxın, siz də şahid olun. Konsert artıq başladı və bu konsertdə müxtəlif musiqi qruplarının ən gözəl çıxışları olacaq. O ki, diqqətiniz bizdə olsun. Konsertin əsas məqsədi fərqli janrlarda ifa edən musiqi qruplarını bir araya toplayıb möhtəşəm gecə keçirməkdir. Bütün bunlar paytaxtın gəncləri üçün maraqlı və əyləncəli gün, o cümlədən unudulmaz anlar yaşatmaq üçün təşkil olundu. Konsert proqramında Higgins, Private, Free From Foe və Unkillable qrupları çıxış etdilər. Kollektivlərin hər biri fərqli və ritmik janrlarda musiqi parçalarını səsləndirərək şouya gələn qonaqları əyləndirməyi bacardılar. Мы пришли сегодня показать шоу, не знаю, выступить. Bura yığışmışıq ki, şou göstərək, gəncləri əyləndirək. Burada hər bir qrup özünə uyğun janrda çıxış edəcək. Düzdür, biz rock yox, başqa janrda ifa edəcəyik. Hansı ki, klublarda ən çox səslənən musiqilərdir. Düşünürük ki, bugünkü ifamız qonaqların zövqüncə olacaq. Konsertə gələn insanların əhval-ruhiyyəsi birinci növbədə qrupdan asılıdır, hansı ki, səhnədədir. İndi mən belə hiss elədim ki, yəni qruplar bugünkü hazırlıq dərəcələri çox yüksək səviyyəsindədir. Yəni ki, həmin o atmosferi verə bilirlər bu insanlara. Yəni bu görsənir, birinci baxımla görsənir. Kluba toplaşan gənclər pop, rock, alternativ və psixodelik rock, metal və digər janrlarda canlı ifaları dinlədilər. Qonaqlar konsert proqramının layihəsindən razı qaldıqlarını söylədilər və bildirdilər ki, belə yığıncaqlar gənclərin diqqətini cəlb etməyi bacarır. Çox gözəl qruplardır, amma istərəm həmişə belə konsertlər olsun, open air festival olsun böyük, inşallah gələcəkdə. Bu musiqiləri çox sevirəm. Konsert əla keçir. Bu qrupda çıxış edənlər mənim dostlarımdır. Onların ifaları bizləri əyləndirir. Bir sözlə biz dincəlirik. Çox effektiv bir layihə kimi çalıram. Çünki cəmiyyətdə gənc təbəqənin xüsusilə inkişaf etməsi üçün, intellektual inkişaf etməsi üçün, asudə vaxtının yaxşı, effektiv keçirilməsi üçün bu cür layihələr nə qədər çox olsa, bir o qədər yaxşıdır. Dostlarla əylənməyə gəlmişik. Konsertin formatı gənclərin istəyinə tam uyğundur. Təşkilatçılıq yüksək səviyyədə təşkil olunur. Düşünürəm ki, bu konsert dostlarla əyləncəli bir gün keçirmək üçün yaxşı fürsətdir.
belə konsert. Ümumiyyətlə bir çox qruplar var, bir çox stillərdə çalışan qruplar var, caz qruplar var, rock qruplar var. Məsələn, hər hansı bir qrup hansında ki canlı alətlər istifadə olunursa, o qruplar üçün bu çox vacibdir. Hər bir janrda musiqi sevər gənclər üçün təşkil olunan konsertdən reportajımız başa çatdı. Qeyd edək ki, belə konsertlər paytaxtımızın müxtəlif klublarında demək olar ki, hər həftə sonu təşkil olunur. Odur ki, əylənmək istəsəz konsertlərdən qalmayın və bizim sədanı qaçırmayın ki, ölkəmizin musiqi həyatından məlumatlı olasınız. Vüqar Səfərli, Vüsal Nəsirov, Lider TV. Gəncə ölkəmizin qədim paytaxtı, ikinci böyük və strateji əhəmiyyətli şəhəridir. Gəncəyə yolu düşənlər məşhur şüşəli evi yəqin ki görüblər. Tarixi abidə kimi Wikipediyada belə adı keçən bu ev 1966-cı ildə tikilib. Onun inşasında kiçik dərman şüşələrindən, müxtəlif ölçülü dəniz daşlarından da istifadə olunur. Bu evi İbrahim Cəfərov adlı bir memar Böyük Vətən müharibəsində itkin düşən qardaşının xatirəsinə inşa edib. O düşünüb ki, 26 yaşında itirdiyi qardaşı sağdır və haçansa bu evin sorağını duyub geri dönəcək. Onu da deyim ki, həmin tikili üçün 50.000 şərab şüşəsindən istifadə edilib. Arxa divarında isə vətənin naməlum əskərinə eşq olsun sözləri yazılıb. Sıradakı sujetimizin qəhrəmanı isə müxtəlif rəngli şüşə qapaqları ilə yol döşüyüb. Bunu necə və hansı məqsədlə etdiyini heç mən özüm də bilmirəm. Əgər bu sizlər üçün də maraqlıdırsa, ondan Nurlanın sıradakı sujetini izləməyə dəyər. Bugün bir mənzilin qonağı olduq. Üzümüzə qapı açıldı və maraqlı bir mənzərə canlandı. Evə aparan yol adi mağazada satılan su qablarının qapağı ilə bəzədilib. Bu insana kilimi, xalçanı, palazı xatırladır. Ev sahibi Özbək Əkbərov təqaüdçüdür. Bu xalçanı xatırladan yol da onun əl işidir. Deyir ki, ömrü boyu ailəsi üçün çalışıb. Təqaüdə çıxdıqdan sonra özünü bu işə həsr edib. Yolda, küçədə gördüyü plastik su qablarının qapaqlarını toplayıb və bu qapaqlarla həyətini bəzəmək qərarına gəlib. Fikirləşdim ki, bu qapaqlar var, şirə qapaqları. Şüşələrdə, hər yerdə doludur. Yığım onlardan bəlkə bir şey düzəldə bilir. Başladım, biraz yığdım, gətirdim, əvvəli düzdüm, belə maket kimi. Gördüm, bir şey alınır. Sonra başladım onu simentli qarışıqla yapışdırmağa yerə. Özümü də xoşuma gəldi. Başladım davam eləməyə bu işimi. Evlə küçəni birləşdirən yolun uzunluğu 9, eni isə 1,5 metrə yaxındır. Burada 12 müxtəlif rəng və ölçülü qapaqdan istifadə olunub. Ümumi mənzərəni tamamlayan rənglər bir-birinə uyğun seçilib. Döşəməyə nəzər salsaq, burada dəqiq ölçülərin şahidi oluruq. Bu maraqlı mənzərənin əldə edilməsi böyük zəhmət tələb edir. Xalçanı gözümün qabağına gətirirəm. Xalçada nə rənglər olur, hansı naxışlar olur. Qıraqlardan başlayıram. Əvvəl, məsələn, burada görünür də qırmızı rəngli qapaqları düzmüşəm, sonra ağ, sonra başqa rənglər, ortada isə gül. Gül tökülən qapaqlar biraz iri qapaqlardır. Onlar daha gözə gəlimli olmalıdırlar. Bir də ki, ölçü ilə götürürəm ki, simmetriyası itməsin. Müsahibim bu yolun 40-50 il davamlı olacağına inandığını bildirdi. Çünki qapaqlar şaxtalı qışdan uğurla çıxıb. Üstəlik, qapaqlarda bağlanma yeri olduğu üçün sement qarışığa möhkəm yapışır. Nəticədə istəsən belə onu sökmək çətin olar. Adi qapaqdan belə bir iş ərsəyə gətirmək heç də asan deyil. Bu uzun vaxt və səbir tələb eləyir. Bu yolun düzəlməsi və ərsəyə gəlməsinə 8 aydan çox vaxt sərf olunub. Ev sahibi hazırda həyətində bulaq düzəldir. Buranı da qapaqla bəzəyəcək. Deyir ki, artıq qapaqları da yığıb. Dediniz ki, indi bir bulaq var, onu nəzərinizdə var ki, belə bir dizayn verəsiz. Ona nə qədər qapaq lazımdır? Ona da hardasa 15-20 min. Çünki həm çöldən, həm içəridən ona qapaq yapışdıracaq. Başqa hansı işləri görəcəksiniz Allah olsun? Mütləq. Həyatda hər insanın izi qalmalıdır. Mütləq. Mən ondan başqa istəyirəm ki, evin çöl tərəfindən fasad deyirlər də. Bilməm.
onu da düzün. Orada ornamentlər, naxışlar, orada artı başqa cür. Hər tində bir palma şəkli düzəldəcəm. Sonra pəncərənin altında da qızıl güllər və sair naxışlar düşəcək. Belə, biz isə gələcək işlərdə qəhrəmanımıza uğurlar arzu edirik. Qeyd edək ki, belə yaradıcı insanlar kifayət qədərdir. Sizi onlarla tanış etmək kimi mühüm vəzifəni isə bizim Səda kollektivi olaraq öz üzərimizə götürürük. Durlan Vilayətoğlu, Ülvi Rəhimov, Lider TV. Uşaqlar tez-tez maraq çərçivələrini dəyişdirirlər. Bir gün futbola həvəs edirlər, o bir gün şahmata, gah da üzgüçülüyə. Bir də gördüm, mən musiqiçi olmaq istəyirəm, mənə gitar alın deyib, qırsaqqız olub yapışırlar valideynlərinin yaxasından. İndi gəl sən bu işdən baş çıxar, görüm necə çıxarırsan. Axı musiqidən anlayışı olmayan valideyn nə bilsin ki, bu və ya digər musiqi alətini hansı xüsusiyyətinə görə seçmək olar? Əgər sizlərdən kimsə hazırda belə bir dilemma qarşısında qalıbsa, heç dərd etməyin. Biz sizin üçün bu məsələni də aydınlaşdıracağıq. Elə əməkdaşımız Xumarın köməyi ilə. O bugün bizi musiqi alətləri hazırlayan bir usta ilə tanış edəcək. Əgər həmin şəxsin kimliyi və hazırladığı çalğı alətinin hansı özəlliklərə malik olması sizlər üçün də maraqlıdırsa, o zaman diqqətiniz bizdə olsun. 19-cu əsrin sonlarına qədər Azərbaycan musiqi ifaçıları üçlü ilə təmsil olunurdular. Tar, kamança və dəf. Zaman keçdikcə bu alətlərin yeni versiyalarına ehtiyac duyulduğunu hiss edən qəhrəmanımız Elşad Rızayev yeni musiqi alətləri hazırlamağa başlayır. 25 ildir bu işlə məşğul olan sənətkar həm də musiqiçidir. Hər bir insan dünyaya girəndə konkret təyinatla gəlir. Təyinatla, yəni misiya ilə gəlir. Sadəcə olaraq bu misiyanı dərk etmək problemi qalır. Kim onu dərk edir? Əlbəttə ki, həyatda daha çox uğurlar qazanır. 80-ci illərin əvvəllərindən bu işi başladım və qarşıma konkret məqsəd qoydum ki, Azərbaycan milli alətlərinin modernizasiyası ilə məşğul olmaq. Azərbaycanın dominant alətləri hesab olunan tar və kaman qrupuna yeni, daha aşağı diapazonlu alətlər hazırlayan usta deyir ki, o bu işləri elmi əsaslarla edir. 70-100 il ərzində digər xalqlar bu problemləri öz milli alətlərinin bazasında yeni, daha aşağı diapazonlu, geniş diapazonlu alətləri yaranmasında tapdılar. Və mənim də məqsədim Azərbaycanın dominant alətləri olan tar və kaman qrupunun yeni, daha aşağı diapazonlu alətlərini yaratmalıdır. Mən tar qrupuna tenor, bariton və bas sallarını təklif edirəm. Nadir bacarığa, incə zövqə və duyuma malik olan bu insan milli musiqi alətlərimizdən əvəzsiz nümunələr yaradır. Böyük ustalıqla düzəltdiyi bu alətlər isə onun ixtirasıdır. Həmsöhbətim deyir ki, ümumiyyətlə əvvəllər milli alətləri ağacın gövdəsini kökündən yonmaq üsulu ilə hazırlayırdılar. Gördüyünüz alətlər isə heç bir yonmadan istifadə edilmədən, yəni klassik yığma variantı ilə işlənilib. Bu yenilik isə təbii ki, Elşad Rızayevə məxsusdur. Bu bizim milli kamançı olan Prima kamançanın növbəti versiyalarından biridir. Yəni ki, mən çalışıram bizim deməli o milli kamançanın akustik göstəricilərini yüksəldən. Kaman qrupuna aid bariton və cello variantlarını təklif edən sənətkar bu alətlərin ilkin versiyasını artıq hazır edib. Alətlərin hansı ağac növlərindən hazırlanma üsuluna gəldikdə isə musiqi alətlərinin hazırlanması tarixi göstərir ki, ən gözəl akustik ağac küşnar ağacıdır. Yəni ki, bütün viola qəbiləsindən olan alətlər, yəni ki, skripkadır, altdır, violonçeldir, kontrabasdır. Üst dekalar bir qayda olaraq küknar ağacından hazırlanır. Dekalar? Hə, üst deka, üst yan qapağı. Amma deməli, abeçaykası, aşağı dekası, qrif və s.
bir qayda olaraq qayından və yaxud da ancaq qayından hazırlanır. Ustanın yeganə tələbəsi isə 17 yaşlı Mehmanə Məmmədzadədir. Onun bu sənətə çox böyük marağı var. Ümumiyyətlə, musiqi alətləri hazırlamaq kimi çətin və məsuliyyətli peşəyə bir xanımın müraciət etməsi təbii ki, sevindirici haldır. Həvəs uşaqlıqdan yaranmışdı. Uşaq vaxtı isə Elşad müəllimin emalatxanasında olurdum. İndi isə hal-hazırda universitet illərində Elşad müəllimin yanına gəlib bu sənətin sirlərini öyrənirəm. Hal-hazırda isə kaman violonlu xərəyin hazırlayıram. Musiqi alətləri hazırlayan peşəkar usta deyir ki, bu işi bacarmaq üçün bir neçə sahəni mükəmməl bilmək lazımdır. Yəni ki, həmən insan ilk növbədə musiqiçi olmalıdır, rəssam olmalıdır, ağacların texnologiya xüsusiyyətlərini mükəmməl bilməlidir, obyektanlar elmini, akustik elmini bəs qədər öyrənməlidir ki, iş prosesində bu sahələr ona çox vacibdir, lazımdır. Və başlamamışdan əvvəl hansı alət işləyəcəksə, əvvəllər onun eskizləri işləndir, diapazon hesablanır, orkestrdə onun funksiyası nə qədər lazımdır bu alət, orkestrdə o öyrənilir və ondan sonra ağac seçimi, material seçimi və uzun illər usanmadan, dayanmadan işləmək. Kiçik amma eyni zamanda çox səmimi abu-havanın olduğu bu emalatxana mənə sanki heç vaxt duymadığım qəribə bir hissi yaşatdı. Əminəm ki, eyni hissləri hazırda sizlər də yaşadınız. Bəli, yeni musiqi alətləri yaratmaq və onların üzərində bu qədər səylə çalışmaq hər insanın işi deyil. Elə məkanı tərk edəndə də Elşad Rzayevin bu cümləsini xatırladım. Hər insan bu həyata bir məqsəd üçün gəlir. Onun da məqsədi Azərbaycan musiqisinə töhfələr verməkdir. Xumar Kərimli, Ülvi Rəhimov, Lider TV. Eşitmisiniz, deyirlər ki, qırmızı rəngli qidalar qanı artırır. Yaxşı yadımdadır. Əməkdaşlarımız bu barədə daha doğrusu rəngli qidaların insan orqanizminə faydaları haqqında süjet də hazırlamışdılar. Əgər bu belədirsə, onda mən qanımdan tam arxayınam. Çünki məndən çox qırmızı meyvə tərəvəz yeyən bəlkə də yoxdur. Çuğundur, pomidor, qırmızı bibər, qarpız, moruq, qaratut, gilas və ən sevdiyim çiyələk. Uşaqlıqdan bu meyvəni çox sevirəm. Həm özünü, həm mürəbbəsini, ən çox da tortunu. Məncə çiyələyi sevməyən insan çətin tapılar. Mən də çiyələyə xəstəsiyəm. Hətta işdə mənə zarafatla çiyələkman da deyirlər. Nəysə, elə buna görə də çiyələk və onun faydaları haqqında mövzunu da özüm araşdırmaq qərarına gəldim. Buyurun, bu dadlı sujetə siz də baxın. Yaz mövsümünün bəlkə də ən sevilən meyvəsi çiyələkdir. Spesifik, xoş qoxulu çiyələk faydalı və bəsləyici bir meyvə hesab olunur. Onun malicəvi tərkibə malik olması lap qədimdən məlumdur. Lakin yazılı ədəbiyyatda onun adı 13-cü əsrdən çəkilir. Çiyələyin meyvəsi, yarpağı və şirəsi sözün əsl mənasında vitamin anbarıdır. Qidalandırıcı dəyəri yüksək olan çiyələk xüsusilə C vitamini ilə zəngindir. İmmunitet sistemini gücləndirməklə yanaşı, bədəninizdəki zərərli təsirləri olan toksinlərin yox edilməsinə kömək edir. B5, B6 və K vitaminləri cəhətdən olduqca zəngindir. Çiyələk bədəninizdə bir çox vəzifəsi olan maqnezium və mis minerallarının da yaxşı bir qaynağı ola bilər. Çiyələk ilk növbədə minerallarla zəngindir. Minerallar hansıdır? Kalium, natrium, kalsium, maqnezium, dəmir də onun miqdarın tərkibində vardır və vitaminlər, C vitamini, K vitamini, A vitamini və müəyyən miqdarda B vitaminindən zəngindir. Çiyələyin tərkibi fruktoz və saxarozdan ibarətdir daha çox və çiyələk nədir faydası? Bu antioksidandır. Vitamin C-dən zəngin olduğuna görə antioksidandır. Antioksidant isə, antioksidant bolluğu isə gələcəkdə xərçəng xəstəliyindən insanı bir qədər qorunmuş olur. Vitamin C-dən zəngin olduğuna görə immuniteti daim müqaviməti yüksəkdə saxlayır və xolesterin miqdarını aşağı salır. Yaz aylarının imtina edilməz meyvəsi çiyələyin faydalarını saymaqla bitməyəcəyini ifadə edən mütəxəssislər rəngi, qoxusu və dadı ilə ən sevilən meyvələrdən biri olan çiyələkdə bol miqdarda fosfor və dəmir olduğunu iddia edirlər. Kalium ehtiva edən çiyələyi yaz aylarında yemək daha çox faydalıdır.
İnsanın ruhdan düşməməsi və daima yaxşı əhval-ruhiyyədə qalması üçün müntəzəm şəkildə çiyələk yeməsi məsləhət görülür. Gün ərzində 150 qram çiyələk yeməklə asanlıqla stressdən qurtulmaq mümkündür. Tərkibində 50-dən çox ətirli və xeyirli maddələr olan çiyələk insanın mənfi emosiyalarını azaldıb, ruh yüksəkliyini artırır. Çiyələyin öz xarakterli, gözəl təbii ətri də öz yerində. Üzərinə şokolad sosu tökülən yetişmiş çiyələk isə sadəcə həzz vermək məqsədi ilə yeyilir. Nəfis şokolad soslu şirin çiyələk qəm-qüssənizi tez bir zamanda aradan qaldıra da bilir. Rəngi ilə göz oxşayan meyvə insanlara psixoloji də yaxşı təsir göstərir. Həqiqətən də sınanmışdı ki, hər bir meyvənin insanlara psixoloji cəhətdən mövsümünə görə hansısa bir həm belə deyək, tibbi cəhətdən, həm də psixoloji cəhətdən müsbət təsir var. Şirniyyatlar hazırlanır həmin meyvə tərkibində olan ən çox qadınların sevdiyi meyvədir, yəni çiyələkli hansısa bir desertlər olsun, şirniyyatlar olsun istifadə olunur. Bu həm gözlərini oxşayır, həm də ruhlarını belə deyək, o əhval-ruhiyyə verir. O çiyələk şəklinə belə baxanda insanda hansısa bir belə deyək, xəyallar oyanır, əhval-ruhiyyə yüksəkliyi əmələ gəlir. Çiyələyin 100 qramında 37 kalori var. Mütəxəssislər çiyələyin həzm edilməsinin biraz çətin olduğu üçün mədəsi xəstə və tənbəl olan kəslərə çiyələk suyunu məsləhət görürlər. Çiyələk xüsusən xama, qaymaq və dondurma ilə yeyilir. Çünki bu həm çox ləzzətli olur, ləzzət verir, həm də ki, çiyələyin tərkibində olan müəyyən qrup vitaminlər var, A vitamini məsəl üçün. O xamanın tərkibində olan yağla bir yerdə onun sorulması daha tez baş verir. Bu da onun faydasını bir qədər də artırır. Yaz meyvəsi mübadilə proseslərini sürətləndirir. Artıq çəkidən azad olmağa da kömək edir. Digər meyvə və gilə meyvələr kimi çiyələyi də qida qəbulundan dərhal sonra qəbul etmək olmaz. Bu meyvənin qida qəbulları arası yemək daha effektli təsir göstərir. Rəngi ilə diqqəti daha çox çəkən bu meyvə həm də sevgi meyvəsi adlandırılır. Hər zaman sevib sevilməyiniz diləyi ilə Türkan Mahmudova, Elvin Muradov, Lider TV. Gəl gəl sarışınım gəl, gəl sənə aşığım gəl, gəl gəl gün ışığım gəl, gəl çox qarışığım gəl. Bu mahnı səhərdən dilimə düşüb. Sizdə də olur hərdən. Bir də görürsən, haçansa hardasa dinlədiyiniz bir mahnı və yaxud da musiqi beyninizə gəlir. Sonra da bütün günü onu zümzümə edərək gəzirsiniz. Bax, indi mən elə o vəziyyətdəyəm. Mahnılardan söz düşmüşkən, kollegalarımızdan birinin sevdiyi və tez-tez zümzümə etdiyi bir mahnı. Daha doğrusu mahnının 2 misrası var. Saçın ucun hörməzlər, sarı gəlin, gülü suru dərməzlər, sarı gəlin. Bu mahnı tək əməkdaşımızın deyil, bizim hər birimizin ümumilikdə xalqımızın ən sevilən mahnılarından biridir. Biz də, valideynlərimiz də məhz bu musiqinin sədaları altında böyümüşük. Görəsən niyə məhz sarı gəlin? Onu da deməliyəm ki, bu sual tək məni maraqlandırmır. Elə isə əməkdaşımız Gülnarın sıradakı sujetinə diqqətlə baxın ki, sizi maraqlandıran suallara da cavab tapa biləsiniz. Bəli, əziz dinləyicilər, indi isə efirimizi xalq mahnısı ilə davam etdiririk. İlqar Muradovun ifasında Sarı Gəlini dinləyəcəksiniz. Əbəs yerə Sarı Gəlindən söz açmadım. Azərbaycanın Sarı Gəlini bugün bütün dünyada məşhurdur. Bəs mahnının sözləri hardan yaranıb? Ümumiyyətlə, mahnının tarixi barəsində nələri bilirik? Bugün sujetimizdə bunu araşdıracağıq. Bir versiyaya görə Sarı Gəlinin tarixi İslamdan əvvələ gedib çıxır. 7-ci əsrin əvvəllərində sarı sözü rəmzi mənada böyük dağ anlamında qəbul edilib. Qədim türk anlayışında isə sarı kübar, incə deməkdir. Bəzi mənbələrdə isə sarı sözü rəng mənasında deyil, insanın daxilindəki sarı simə ilham vurur. Əslində isə sarı bizim ənənəvi mədəniyyətimizdə günəşi simvolizə edir. Amma onun simvolik və rəmzi mənası isə xoşbəxtlik deməkdir. Yəni, sarı rəng bir şəkildə xoşbəxtlik arzusunun ifadəsidir. Yəni, insanlar öz evladlarına sarı rəngini verməklə, demək, evladlarının gələcəkdə xoşbəxt olmaq arzularını ifadə ediblər. Əvvəla nəzərinizə çatdıraq ki, mahnının 3 qəhrəmanı var. Günəş, sevgili yar və eşqini nağıl edən aşiq.
Mahnının əsas məqsi iki insanın yarımçıq qalan sevgisidir. Saçın ucun hörməzlər, gülü sulu dərməzlər ifadəsi isə xalq inancları ilə əlaqələndirilir. Və nəhayət gələk bir çoxlarının başa düşdüyü mənaya, yəni əksəriyyətimiz bu mahnının sarıbəniz bir qadına, onun gözəlliyinə ünvanlandığını düşünürük. Həqiqətdə isə bu belə deyil. Sarı sözünün mənası sən demə tam başqadır. İki gəncin sevgisini tərənnüm edən bir nəğmədir. Amma bunların arasında ola bilər sosial mənada və yaxud da hər hansısa bir demək uyğunsuzluq var ki, bu sevgi nakam bir sevgiyə çevrilir. Buradakı təbii ki, saçın uzun hörməzlər nümunəsi xalq inancları ilə bağlıdır. Bir növ saçın ucu hörülməsi bəxtin bağlanması mənasına gəlir. İntonasiyaya görə mahnı çox arxaikdir. Mahnının sözləri Oğuz türklərinin Boyat boyunun yaratdığı ədəbi üslubda yazılıb. 7 hecadan ibarət olduqca sadə vəzində yazılan bu şeir bayatı janrının bütün müsbət tərəflərini özündə əks etdirib. Kökü mahnının brandı, Azərbaycana aiddir. Adının mənasından gəlir ki, sahibi sarı gəlin. Yəni ki, sarı gəlin deyirlər, bir növ gök saçları sarı, qızılı rəngdə olub. O birisi deyir, məsələn, belə bir mənada eşitmişəm ki, sar gəlini. Yəni, sar dağı, xalq mahnılarımız sonradan nota yazılıblar. Sarı gəlinin notu deyəndə ki, o vaxt o da deyərdim ki, o vaxtlar yazılıb. Yəni ki, keçən əsrin lap əvvəllərində nota salınıb. Sarı gəlin əvvəlki dövrlərdə də bir neçə versiyalarda bəstələnsə də, bugün mahnı müasir aranjmanlarda tamaşaçıya təqdim olunur. Hazırda bu musiqi bir çox sənətkarların repertuarlarında da xüsusi yer alır. Saçın ucun hörməzlər, gülü qönçəl dərməzlər, sar gəlin. Bugün daha çox populyarlaşıbdır. Bir ara mən dərdim ki, bəlkə də unudulmuşdu, amma bu günləri mən dərdim elə, nəinki biz Azərbaycanlılar, Azərbaycan ifaçıları, hətta Azərbaycana gələn xarici populyar estrada müğənniləri də artıq demək ki, buna müraciət edirlər. Bir ifaçı kimi deyə bilərəm ki, çox qədim bir mahnıdır, çox qəlbə yatımlı bir mahnıdır. Biz özümüz də mən bunu zaman-zaman daha çox xarici səfərlərimdə bu mahnını çox ifa edirəm və çox gözəl də görürəm ki, çox gözəl qarşılanır. Sevindirici və fəxr ediləsi bir haldır ki, Azərbaycanın sarı gəlini bugün bütün dillərdə ifa olunur. Saçın ucun hörməzlər, gülü sulu dərməzlər, sarı gəlin. Sarı gəlinin gözəlliyi, həlimliyi sanki bir layladır. Elə bir layla ki, ürəklərdən süzülərək dünyanı dolaşır. Bu mahnının sehrinə düşüb onu özünkiləşdirənlər də az deyil. Milyonların könlündə taxt quran bu mahnı bugün dünyada Azərbaycanın sarı gəlini olaraq tanınır, sevilir və ən çox dinlənən mahnılar arasında layiqli yer tutur. Gülnar İlqar qızı, Turab Məmmədov, Ülvi Rəhimov, Lider TV. Son vaxtlar işdə çox tez-tez yorulursunuz, təzyiqiniz aşağı düşür, neçə saat işləyirsiniz? 8-9 saat. İndi isə insan orqanizmini təsəvvür edin. Bura olduqca mürəkkəb bir mexanizmi xatırladır. Əsas yük bir növ mühərriki xatırladan ürəyin üzərinə düşsə də, bizim normal yaşamağımız üçün bədən üzvlərimizin hər biri öz vəzifələrini lazımınca yerinə yetirməlidir. Onlardan bəziləri isə ümumiyyətlə fasiləsiz çalışır. Ürək, beyin, ciyərlər. Görəsən başqa hansı bədən üzvlərimiz fasiləsiz işləyir? Bu orqanlar haqqında daha ətraflı öyrənmək istəyirsinizsə, diqqətiniz bizdə olsun. Daha doğrusu bu mövzunu bizim üçün araşdıran əməkdaşımız Babəkdə. Günün hansı saatında bədənimizin zəif və ya gümrah olduğunu, hansı orqanın nə zaman yaxşı çalışdığını yəqin ki, bilən azdır. Bəs idman və arıqlamaq üçün ən yaxşı zamanın hansı saat olduğunu necə? Bilmirsinizsə eybi yoxdur. Çünki birazdan orqanizmimizdə 24 saat ərzində hansı proseslərin getdiyini birlikdə öyrənəcəyik. Sən demə bədənimizdə daxili saat adlandırdığımız möhtəşəm bir sistem mövcuddur.
Gecə-gündüz yer dəyişməsinə görə proqramlaşdırılan bu bioloji saat sirkadian adlanır. Məsələn, insanlar saat 6 radələrində qalxdığı zaman artıq onlarda kortizol deyilən hormon vardır ki, artıq ifraz olunmağa başlayır. Kortizol hormonu bizim orqanizm üçün maddələrin mübadiləsini normallaşdıra biləcək bir hormonlardan sayılır. Artıq 6-dan sonra kortizol hormonu normal ifraz olunduqdan sonra 7-də artıq orqanizm başlayır, hələ ki tam inkişaf dövrü deyil orqanizm. Saat 7 radələrində bədən hələ də zəif olur. Bu səbəblə bu saatda idman etmək olmaz. Çünki ürək və qan dövranına gərəksiz yerə yükləmiş olacaqsınız. İdman yerinə gözəl bir səhər yeməyi yeyin. Çünki həzm orqanları bu saatda yaxşı çalışır və karbohidratlar bizim üçün faydalı olacaq enerjiyə çevrilir. Bu zaman daha çox sıyıq yeməklərindən Herkules kimi daha çox buna üstünlük verir. Çünki mədə-bağırsaq sistemində çox həzm olunması baxımından çox yüngül, enerji baxımından çox yüksək və bağırsaqların metabolizması üçün, yaxşı işləməsi üçün ən gözəl yeməklərdən biri bunlardır. Saat 8 hormon ifrazının artdığı vaxtdır. Bu saatda çəkilən siqaret damarları hər zamankindən daha çox daraldır. Saat 9-da isə bədən dinc və qüvvətli olur. Hər hansı bir xəstəlik üçün iynə vurulacaqsa, bu ən doğru zamandır. Nəhayət saat 10-dur. Orqanizm fəaliyyətə, hərəkətə tam hazırdır. Bu vəziyyətdə bədən ən yüksək istiliyinə çatır və insan çox enerjili olur. Saat 11-də isə ürək o qədər gümrah olur ki, hətta müayinə zamanı qusur gözdən qaça bilir. 12 və 1 radələrində artıq orqanizmin dincəlmə dövrü olur, hərəkətdən düşmüş olur. O zaman orqanizm dincəlməlidir. 2 radələrində biz təkrar yenə əvvəlki vəziyyətimizə qayıtmış oluruq, inkişaf başlayır. 3 radələrində artıq biz yenə əvvəlki vəziyyətimizə qayıtmış oluruq. İdman üçün ən yaxşı vaxt isə saat 4 radələrdir. Çünki bu vaxt arterial təzyiq və qan dövranı ideal vəziyyətdə olur. Saat 5-də isə orqanların fəaliyyəti yüksək səviyyəyə qalxır. Bu vaxt qüvvəmiz artır və oksigenin xərclənməsi çoxalır. Lakin mədə xorası olan xəstələr üçün vəziyyət kritikdir. Çünki günortadan sonra və axşam saatlarında mədədəki turşu miqdarı çoxalır. Axşam yeməyi üçün isə ən ideal saat 6-dır. Bu saatda mədə-altı vəz, qaraciyər yaxşı işləyir. Qan təzyiqi və nəbzin tənbəlləşməsi isə əsasən 7-yə təsadüf edir. İstənilən bir insan bilməli ki, axşam saat 8-9 yarısından sonra qidalanma olmamalıdır. Mümkün deyil qidalanma. Çünki orqanizm o zaman maddələrin mübadiləsini zəifləyir. Maddələrin mübadiləsini zəiflədiyi zaman toxuma, orqan çalışmır. Siqaret çəkənlər, diqqət! Saat 10-dan sonra bədən nikotin kimi zəhərləri çox çətin atır. Saat 11-də isə təzyiq, ürəyin atışı və bədən istiliyi düşür. Bu vaxt əsl istirahət saatıdır. Bəs görəsən saatlar günün bitdiyini göstərdiyi zaman dəri hüceyrələrində nələr baş verir? Bioloji saatlar deməli növbəli şəkildə əvəz edikdə orqanizmdə ona qarşı reaksiyalar gedir və nəticədə dərinin tunofilamentləri müxtəlif, yəni mikroskopik quruluşunda yenilənmə, yəni dərinin elastikliyinin, keratin və digər hüceyrələrin artması elmdə təsdiqini tapmışdır. İnfarktlar xüsusilə səhər saat 4 ilə 6 arasında baş verir. Çünki bu vaxt qan təzyiqi olduqca yüksəlir və damarlar gərilir. Saat 5-də isə stres hormonunun konsentrasiyası fəaliyyətə keçir. Bədənimiz canlanır və itən enerji yenidən bərpa olunur. Beləliklə artıq yeni bir günə başlamağa hazırıq. Babək Zeynal, Turab Məmmədov, Lider TV. Axır vaxtlar leksikonumuza əcnəbi dillərdən xeyli sayda sözlər daxil olub. Bu həm zamanın tələbindən irəli gəlir, həm də elmin, texnikanın inkişafından. Notebook, Wi-Fi, selfie artıq duymağa alışdığımız sözlərdən yalnız bir neçəsidir. İngilis, rus, fransız, italyan, hətta bəzən yapon sözləri belə işlədirik. Bu dəvli kəlmələr əsasən də gənclərimizin leksikonuna işıq sürəti ilə uyğunlaşır. O gün də uşaqların söhbətindən yeni bir söz eşitdim. Anladığım qədərilə Vüqar yenə də hansısa yenilikdən danışırdı. Cənnət qarı demiş, imanımı yandıranmaram. Amma deyəsən, söhbət rəqsdən gedirdi. Bu Vüqarın da canında az yox da. Bilirsiniz, ən yaxşısı qoy əməkdaşımız öz tapıntısı haqqında elə özü danışsın. Buyur Vüqar, söz, daha doğrusu efir sənindir. Dancehall rəqsi uzaq 80-ci illərdə Yamaykanın paytaxtı Kingstonda yaranıb. Bu sözün hərfi mənası rəqs zalı deməkdir. Dancehall Yamaykalılar üçün yalnız rəqs deyil, həm də bütöv bir mədəniyyətdir. Bura rəqslər, geyim tərzi və sözsüz ki, musiqi daxildir.
Yamayka küçələrində sakinlər müxtəlif əyləncəli hərəkətlər edərək yeni və daha maraqlı musiqi ritmləri yaratdılar. Bu mədəniyyətin formalaşmasında ölkədə olan sosial təbəqələşmə amili əsas rol oynadı. Hazırda Yamaykada yaşayan millətlərin hər biri bu rəqsə yeni hərəkətlər gətirərək onu daha da zənginləşdirirlər. Dünyadan fərqli olaraq ölkəmizdə dancehall rəqsini bacaran insanların sayı elə də çox deyil. Bu rəqsi sevən iki gənc Viktoriya Migina və Fidan Sultanova sözü gedən mədəniyyəti paytaxtımızda inkişaf etdirmək niyyətindədir. Viktoriya uzun illərdir bu rəqsdə peşəkar səviyyədə məşğul olur və artıq müəllim kimi də fəaliyyət göstərir. İlk dəfə bu rəqsi Rusiyada olanda gördüm. Orada rəqs dərsləri keçirilirdi və mən də tamaşaçı kimi onu izlədim. Dancehallu çox bəyəndim və deyə bilərəm ki, çox əyləncəli və şən rəqsdir. Daha sonra özüm də dərslərə qatıldım və tez bir zamanda oynamağı öyrəndim. Sənəti 3D dizayner olan Fidan isə bir ildir bu rəqslə məşğul olur. Buna baxmayaraq, o bütün lazım olan hərəkətləri çox gözəl yerinə yetirir. Həm söhbətim deyir, dancehall rəqsdə marağı birdən yaranıb. Video çıxmışdı qabağıma, yəni elə belə baxmışım, xoşuma gəlmiş. Sonra maraqlandım, yəni rəqs növü ilə, nə rəqsdir, necədir. Belə əlaqə saxladım, maraqlandım, gəldim. Yəni indi də artıq çoxdan da məşğulam. Hər boş vaxtlarımda da məşq edirəm də, yəni öyrənirəm təzə yeni hərəkətləri. Yəni rəqs elədir ki, heç o özü professional hesab edə bilmərsən, gərək həmişə yeniliklər, yəni ki, öyrənəsən və inkişaf etməyə yəni vacibdir rəqs. Dancehall digər rəqslərdən sadə görünən, amma əslində mürəkkəb hərəkətlərin olmasına və sürətli tempinə görə fərqlənir. Dancehall çox dəbli və enerji dolu bir rəqsdir və bu rəqsin əsasını sürət, çeviklik və emosionallıq təşkil edir. Paytaxtımızda keçirilən partilərin bəzilərində bu rəqs gecəyə rəng qatır. Auditoriyası isə günü-gündən çoxalır. Dancehall очень сильно отличается от других стилей. Там очень много базовых движений. Dancehall digər rəqslərdən çox fərqlənir. Burada müxtəlif hərəkətlər var. Ən sadədən tutmuş çətinə qədər. Yaxşı oynamağı bacarsam da deyə bilərəm ki, dancehallun yalnız 30%-ni bilirəm. Çox təəssüf ki, Bakıda elə də çox məşhur deyil. Məsələn, Rusiyada dancehall çox populyardır. Bu rəqsi həm oğlanlar, həm də qızlar bəyənir. Взрослые, маленькие дети. Им это нравится. İstəyərdim ki, Azərbaycanda dancehall inkişaf etsin. Yəni əslində sevilir cavanlar arasında, amma biraz da yəni yayılsaydı daha çox da, onda da lap yaxşı olardı. Yəni istəyərdik ki, daha çox olsun. Süjetimizin sonunda isə demək istəyirik ki, fərq etməz hansı rəqs olursa olsun, əsas odur ki, insanlar ondan zövq ala bilsinlər. Vüqar Səfərli, Vüqar Yusufov, Lider TV. Bax belə, bizdən bugünlük də bu qədər. Sabah yeni iş həftəsində yenidən görüşmək ümidi ilə sağ olun, salamat qalın. 1-1-1 Qızlar günü. Bing bing. Oxuyur. Əsəbdən istihara oxuyum. İndi gəl göz burada, orada bir göz görürsün. Nədir? Bəlkə düz demədim. Demədim də vurum da. Bəlkə düz demədim. Nədir əziz kişilər? Bəlkə düz demədim. Bir dənə uxlayalaq, qoyaq da bura. Oynayarlar həm oxuyanda. Təbim gedir Orxan, saxlamın məni. Gəl gəl sarışınım gəl, gəl sana aşığım gəl, gəl gəl sarışınım gəl, gəl çox karışım gəl. Bu axırıncıdır. İmanım yandıram. Sizləri belə hərdən işlədirik. Ay, da aləm qatdım özü.